Bu gün Azərbaycan gənclərinin ailə qurmasına mane olan səbəblərdən biri də mənzil problemidir. Statistik göstəricilərə görə işsizlərin sayı gün-gündən azalsa da, əksər peşə sahiblərinin məvacibləri ölkəmizdə ev almağa bəs eləmir. Bu məsələdə əsas kömək vasitəsi kimi ipoteka kreditlərini misal göstərmək olar ki, onun da illik faizləri və ümumilikdə şərtləri Azərbaycanda olduqca yüksəkdir. Buna görə də orta hesabla 300-350 manat məvacib olan gənclər bundan yararlana bilmir. Mən 7 ildir ailə qurmuşam, 7 ildir kirədə qalıram. Kirədə qalıram. Bu ipotekanın şərtləri o qədər çoxdur ki, yəni maaşım normaldır. O şərtləri qane eləmir, şərtlərlə qane eləmir almağa. Mənim kimi yüzlərlə ailələr var ki, ipotekanın şərtləri, faizi çox olduğundan ipoteka götürə bilmirlər. Göründüyü kimi hazırki şərtlər mənzilə tələbatı olan, aşağı əmək haqqı ilə işləyən orta təbəqənin və ya aztəminatlı ailələrin üzvlərinin mənzil sahibi olmasına imkan vermir. Dünyanın bir çox ölkələrində güzəştli ipoteka kreditləri vətəndaşların, əsasən də gənclərin mənzil problemlərini həll etməkdə çox yardımcı olub. Məsələn, Kanadada dövlət büdcəsi hesabına verilən ipoteka kreditlərinin faiz dərəcəsi 1% təşkil edir. Rusiyada isə adi ipoteka kreditləri 4,7%, güzəştli ipoteka kreditləri isə 2,2%-dir. Qazaxstanda bu rəqəm 2% təşkil edir. Hazırda Azərbaycanda isə adi ipoteka kreditləri illik 8%, güzəştli ipoteka kreditlərinin illik faizi isə 4%-dir. Əgər nəzərə alsaq ki, bundan başqa 20% də ilkin ödəniş məsələsi var, onda bu növ kreditlərdən yararlanmağın nə cür çətin olduğunu görə bilərik. Bu gün Azərbaycanda tikinti sahəsində çalışan şirkətlər də ipoteka faizlərinin aşağı salınmasını və şərtlərin yüngülləşdirilməsini səbirsizliklə gözləyirlər. Çünki onlar hesab edirlər ki, ipoteka kreditlərinin verilməsindəki şərtlərdə dəyişiklik olsa, bu ölkəmizdə tikinti sənayesinin sürətlə inkişafına yardımcı olacaq. Etiraf eləmək lazımdır ki, indiyə qədər ipotekanı gözləyənlər, maraqlananlar çox olub. Ancaq ipoteka faizinin yüksək olması hamını təbii ki, yayındırıbdır. İndi ipoteka faizinin gözlənildiyi kimi əgər aşağı düşməsi olarsa, bu həmin gənc ailələrin evlə təmin olunması, bir də ki, təbii ki, tikintinin inkişafına öz təsirini göstərəcəkdir. İpoteka kreditlərinin şərtlərinə baxarkən, bəzi məqamları da diqqətdən qaçırmaq olmaz. Belə ki, bu gün bir çox Avropa ölkələrində iqtisadi böhranla əlaqədar vətəndaşlar ipoteka faizlərini ödəməkdə çətinlik çəkirlər. Aldıqları mənzillərin də qiymətlərinin kəskin şəkildə aşağı düşməsi mülkü sataraq banklarla hesablaşmağa imkan vermir. Bu kimi problemlərin qarşısını almaq üçün mütəxəssislər çıxış yolunu müəyyən müddətdən sonra qiymətlərə yenidən baxılmasında görürlər. Dünyada hökmranlıq edən iqtisadi böhranla əlaqədar daşınmaz və daşınar əmlakın qiymətləri gün düşür. Belə olan halda sadəcə olaraq ya müqavilədə ayrıca şərt kimi əmlakın yenidən, yəni mütəmadi olaraq müəyyən müddət ərzində qiymətləndirilməsi nəzərdə tutulması və müqavilə üzrə ödəmə öhdəliklərinin məhz həmin qiymətlərdən yeni qiymətləndirmə keçirilmiş ödənilməsinin nəzərdə tutulması və yaxud belə deyək, daşınmaz əmlakın dəyərinin düşməsi ilə əlaqədar hər hansı bir tədbirlərin, yəni keçirilməsi. Bu qanun çərçivəsində də olması mümkündür. Eyni zamanda müqavilədə bir ayrıca bənd kimidir, onun həyata keçirilməsi də mümkündür. Azərbaycanda gənc ailələrə ipotekaların verilməsinin qaydalarının sadələşdirilməsi gözlənilir. Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramında gənclərin sosial problemlərinin həlli, məşğulluq məsələləri və gənc ailələrə ipoteka kreditlərinin verilməsi ayrıca bir bənd kimi daxil edilib. Ümidvarıq ki, bu kimi vacib qərarlar qəbul edildikdən sonra nəinki Gəncədə, bütün Azərbaycanda tikinti sənayesi daha da sürətlə inkişaf edəcək, gənc ailələr mənzillə təmin olunacaqlar. Məqsəd Rəhimov, Vaqif İbrahim Xəlil, Gəncə üçün.